Hörmətli izləyicilər, Xırdalan şəhərində mərkəzdə qanuni 3 otaqlı və kubçalı mənzil axtarırsınız. Elə isə bu təqdimat siz axtardığınız mənzilin təqdimatıdır. 108 kvadrat metr qanuni 3 otaqlı Xırdalan şəhərinin tam mərkəzində. Böyük bir kompleksdə yerləşir bu mənzil. Qanuni 3 otaqlı mənzildir. Xırdalanın tam mərkəzidir bura. Təmirdən sonra istifadə edilməyib. Giriş qapısıdır. Sağında sanuzel və hamam otağı yerləşir. Təmirdə keyfiyyət birinci növbədədir. Gəlib baxan zaman şahid olacaqsınız. Sanitar qovşaq, bütün aksesuarlar quraşdırılıb. Burada hamam otağıdır. Yenə də bütün aksesuarlar quraşdırılıb. Bir daha vurğulayım ki, təmirdən sonra bu mənzildə yaşayış olmayıb. Girişin solunda belə bir boşluq var. Hamam sanuzeli idi. Baxdıq, burada isə yerləşir camaşırxana. Paltar yuyanın yeri burada nəzərdə tutulub. Hörmətli izləyicilər, mənzilimiz qanuni 3 otaqlıdır və 2-ci mərtəbədə yerləşir. Soldan davam etdikdə 2 yataq otağı, zal, sağda isə mətbəx yerləşir. Burada 1-ci yataq otağıdır. Bina tam yaşayışlı binadır. 24 saat mühafizə və müşahidə kamera ilə nəzarət altında saxlanılır. Burada isə 2-ci yataq otağıdır. Binanın 2 sürətli lifti mövcuddur. Yeraltı, yerüstü avtomobil dayanacağı var. 2-ci yataq otağıdır. Dəhlizin sonunda isə mənzilin zala yerləşir. İpotekanız ayrılıbsa bu mənzili dərhal gəlib əldə edə bilərsiniz. Çünki çıxarışı hazırdır, əldə çıxarışır. Bura isə mənzilin zal otağıdır. Zaldan eyvana çıxış var, mətbəxdən də eyvana çıxış var. Mənzilin yalnız bir ədəd eyvan sahəsi var. Eyvan sahəsi açıqdır. Kombi aparatının yeri və qazın sayğacı eyvandan nəzərdə tutulmuşdur. Gedək mətbəxi də göstərim sizə, təqdimatımızı bitirək. Burada isə mənzilimizin mətbəx sahəsidir. Mətbəx mebeli quraşdırılıb. Qaz sobası aspiratoru yerindədir. Eyvana çıxışı var. Qaz xətti də mətbəxə daxil edilib. Belə bir mənzil satılır 200 min Azərbaycan manatına. 108 kvadrat metr 200 min manata satılır. Almağa tələsin, satışda çox qalmayacaq. Ətraflı informasiya əldə etmək üçün əlaqə saxlayın və sizin də satışda əmlakınız varsa müraciət edin. Satışında yardımcı olaq. Sağ olun, salamat qalın.